Bu günlər bu həbs, Əli Kərimlinin həbsi, hətta mən deyirəm ki, onun özü üçün faydalıdır. Özü üçün faydalıdır. O baxımdan, Nə mənada faydalıdır? O baxımdan faydalıdır ki, Əli Kərimli indi orada ona bizim qanunlara müvafiq olaraq ədalətli cəza veriləcək. Azərbaycan hüquqi dövlətdir. Öz ədalətli, layiqli cəzasını alacaq. Ondan sonra ki, bir həyatını fikirləşsin ki, bundan sonra, bax, bu əqidəsi var, indiki əqidəsi, satqınlıq əqidəsi. Yəni, onunla getsə, bunu məhv aparır. Və bir gün onun ən doğmaları belə ondan necə ki, imtina edir və o daha da genişlənə bilər. Və tarixdə belə epizodlar var. Xalqın gözündən düşən insanların hətta ən yaxınları belə ondan uzaqlaşırlar. Məsələn, siz eşitmişsiniz də tarixdən, Fransa inqilabında bir həkim var idi, onun adı Gilatin idi. Həmin bu həkim Gilatinə o zaman tapşırıq verilir ki, inqilabçıların başına vurmaq üçün bir xüsusi aparat deməli, icad eləyirlər həkimə. Həmin aparat da deməli, o zindana həmin o cani hesab etdiklərinin başına qoyurdular. Aparat ağır aparat idi, qalxırdı yuxarı və onun kəsici o baltası ki yoxdur. Yüksək sürətlə düşürdü və başı bədəndən ayrıldı. Bu aparatı icad eləyən şəxsin adı Gilatin idi və bu aparatın adından sonra Gilatin dedilər və dedilər ki, filankəsi Gilatinə göndərdilər. Filankəsi Gilatinə göndərdilər. Bu fransız Gilatin idi. Sonralar nə olsa yaxşıdır. Sonra oldu ki, Gilatin artıq başkəsənliyin, Gilatin insanlara zülm verilməsinin, şiddətin, insanlıq əleyhinə cinayətin bir sinoniminə çevrildi. Və bütün o Gilatinlə bağlı nəsil var idi, sonraki nəsillər. O hamısı Gilatin soyadını imtina etdilər. Və Fransada artıq Gilatin həmin o tarixdə qalıb və o Gilatinlə bağlı soyadını daşıyanlar hamısı addan imtina edib. Və hesab edirəm ki, Əli Kərimin tutduğu bu yol dövlətə qarşı cinayət yolu, hakimiyyətə qarşı cinayət, xalqına qarşı cinayət yolu ona gətirib çıxara bilər ki, bir zaman görəsiniz ki, Kərimli familiyasını daşıyanlar ki var, onun qohum əqrəbası və s. O tarixdə, necə deyərlər, tarixin bir küncündə qala bilər və o soyadından onun qohum əqrəbası imtina edə bilər. Tarixdən mən sizə misal gətirdim. Yəni, bu da baş verə bilər və hətta mən deyərəm istisna deyil. Yəni, Kərimov familiyasını daşımaq o qohum əqrəbası, övladları istəməyə bilər. Yəni, belə nümunələr kifayət qədər çoxdur.